Salam, hər vaxtınız xeyir. Adınız, soyadınız zəhmət olsun müəllim. Mən Həsənov Usta məhiyyətim olub, Bərdər rayonu Mollar kəndində yaşayıram. Gözdən birinci qrup əllər. 2023-cü il oktyabr ayında Mizəyə Şəlalı Namət qızı Hacıbəyli Orxan Köroğlu oğluna kərkisinə bir yerdə 5500 pul vermişəm. O pulu o vaxtdan indiyənə ala bilmirəm. Sizdən xahiş edirəm. Bunu almaqda mahkum. Güvənirlər, Orxan dayısı Şahin müəllim Bərdər rayonunda 16 nömrə sahili Xəzinədar idarəsinin rəisidir. Mən gedirəm üstlərinə Köroğlu neşələrlər. Mənə deyirlər ki, sən bizim arxamız bərk yerə dirənibdir. Neçə yerdə, Şəlalənin qardaşı neçə yerlərdə Orxan indi Ağdamda icra hakimiyyətinin nümayəndəsi işləyir. Fikrim əməllərinə görə polisdə işləyir, polis şöbəsindən rədd elədilər. Üzr istəyirəm, pulu o vaxt nə üçün vermişdiniz? Pensiyanı bərpası üçün? Pensiyanı, oğlumun pensiya alırdı, onun pensiyası bərpası üçün 5500 manat pul vermişəm. Neçələri, mənim yanımda neçələri polis şöbəsinə də şikayətlərim var. Heç bir yalandan baxacaq, heç bir adam neçə, 3 ildə hələ mənim pulum malımdır. Sizdən xahiş edirəm, prezidentimizdən xahiş edirəm, Daxili İşlər Nazirliyindən xahiş edirəm. Mənim birinci qrup əliləm, gözüm görmür, heç arası mənim pulumu alıb qaytarmam. Mən kredit götürüb vermişəm ora, kreditimi ödəyə bilmədim. Oldu, çox sağ olun.